Salam hər kəsə. Mən Sadə Osmanlı. Bugün iyulun 12-sidir və sizlərlə bərabər ilk YouTube videomla qarşınızdayım. Mən bu videonu biraz həyecanla çəkirəm, ona görə əl-qol hərəkətləri ilə danışa bilərəm. Bilirəm, YouTube-da yüzlərlə dərs videosu çəkən blogerlər var, amma mən bura hər şeyi bitirmiş, imtahan nəticələri çıxmış və imtahan nəticələrim necə çıxdı deyə bir tövsiyələr verməyə gəlməmişəm. Çünki hələ mən imtahanıma doğru irəliləyəcəm. Sentyabrda mən 9-cu sinifə başlayacağam və bu yolda, bu çətin, bu əziyyətli yolda sizlə bərabər davam eləmək istəyirəm. Gəlin bu gözəl yolu bir yerdə keçək, bir yerdə hazırlaşaq və o imtahan həyəcanı, stresi üzərimizdən bir yerdə ataq. Çox danışdım deyəsən. Sadəcə özüm haqqında məlumat vermək istədim. Bunu da deyim ki, mən 3-cü qrup hazırlaşıram və 3-cü qrupun da fənləri siz də bilirsiniz ki, Azərbaycan dili, riyaziyyat, ingilis dili, tarix və ədəbiyyatdır. Yəni hazırlaşanlar bilir və mənə də maraqlıdır. Əgər bu videonu izləyirsinizsə, hansı qrup hazırlaşırsınızsa, şərh bölməsində qeyd etsəz, mənə də xoş olar. Gəlin indi sizlə bərabər kitabları göstərim. Əslində mənim kitablarım var. Sadəcə necə deyim, bunları xalamgildən gətirmişəm. Xalam oğlu imtahanını verib artıq. Ona görə onun kitablarını mən götürdüm istifadə eləmək üçün. Sizə ilk öncə deyim ki, mən ən çox sevdiyim fən tarixdir. Həqiqətən tarixi necə deyim, çox sevirəm. Yəni nə deyim? Bu kitablar mənim işimə yarayacaq ən gözəl kitablardır. Tarixə aid çoxlu qeydlərim falan var. Hətta test toplusu falan da gətirdim. Mənim üçün ən əsas sizinlə mənimlə bir yerdə olmağınız, mənə dəstək olmağınız və bir yerdə bu yolu keçməyimizdir. Nəysə, çox danışdım. Gəlin onda başlayaq görüm nə edirəm. Özümə əslində plan qurmuşdum. O plan dəftərini də sizə göstərim. Aha, bu da mənim plan dəftərim. Avqustun 1-dən kimin hazırlıqları başlayırsa, şərh bölməsində qeyd eləsin. Mənim hazırlıqlarım avqustun 1-dən başlayır. Ona görə də avqustun 1-nə qədər mövzularımı tamamilə bitirmək istəyirəm. Mən ən əsas məqsədim, yəni 8-ci sinifin mövzularına qədər olan tarix mövzularını, yəni həm Azərbaycan dili tarixi, bu niyə dolandı? Həm Azərbaycan dili tarixi, həm də ümumi tarix üzrə bütün mövzularımı bitirmək istəyirəm. İnşallah alındıraram. Yəni sentyabrın 15-nə qədər vaxtım var. Təbii ki, hazırlıqlarla bir yerdə. Mövzularımı bitirsəm, təkrarlasam əla olacaq. Yəni indiyə qədər istirahət elədik. Artıq indi dərs çalışmaq lazımdır. Dostlar, mən belə danışdığıma baxmayın. Həqiqətən ilk videom deyib biraz həyecanlı danışa bilərəm. Ona görə də məni üzüllü sayarsınız. Mən burada gördüyünüz kimi Sərə Müzəffər kanalından istifadə edirəm. Çünki bu müəllimə ilə tarixi öyrənmək daha asan və daha effektiv olur. Five minutes later. Deməli, bu mövzunu bitirdik. Qədim Şərq ümumi tarixi bitirdik. Ona görə burada artıq işarələyə bilərik. İndi isə keçək təbii ki test toplumuza. Mən hansını işləsəm deyirəm. 2 dənə testim var. Dediyim kimi bunları xalam oğlumdan gətirmişəm. Yəni bil ki, biri 2025-ci ilin, biri də 2023-cü ilindir. Məncə 2025-ci ilinkini işləyim ki, mənim keçdiyim mövzu Qədim Şərq idi. Ona görə Qədim Şərqlə davam edirəm. 2 hours later. Testdə bitirdik. Azərbaycan dili mətn toplusu. Mən bundan istifadə edəcəm. Bu test kitabından. Məncə bu yaxşıdır. Məncə siz də çoxlu mətn testləri işləyin ki, yəni insan vərdiş eləyir. Artıq işlədikcə səhvin düzün, onda artıq öyrənmiş olursan və tamamilə imtahanda rahatlıqla mətni işləyə bilərsiniz. Həqiqətini dərk edib. Mətni oxudum, bitirdim. İndi isə suallara baxacağam ki, görüm hansı suallar var və sonra hansı suallarda çətinlik çəksəm, yenidən mətni oxuyacağam.
2 hours later. Mətnimiz də bitdi. Və artıq indi ingilis dilindən listinqə keçəcəm. Mən bu saytdan daha çox istifadə edirəm, çünki bu saytda istənilən qədər dinləyə biləcəyiniz listinq növləri var. Hansı səviyyədəsənsə, ona uyğun olaraq açıb dinləyə bilərsən. Burada video dinləyib saxlayıb öz dilim üzrə təkrarlayıram ki, dil nitqimə uyğunlaşsın. Bəli dostlar, bugün vlogumuzun sonuna gəldik. İndi isə sıra sizdədir. Mütləq şəhərlərdə neçənci sinifə keçirsiniz, hansı qrup, hansı peşə üzrə hazırlaşırsınız və ən əsası yayda dərs oxumağa başlamısınızmı? Onları mütləq qeyd edin. Yorumlarınızı gözləyirəm. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Gələn dərs vloglarında görüşənədək sağ olun.